Növbəti sualda verilib ki, verilən tənliyin yeganə kökü varsa, həmin kökü tapın. Yeganə kökün olması üçün diskriminant bərabərdir 0. Yəni A-mız 1, B-miz -10, C-miz isə m-1-dir. Diskriminant bərabərdir b kvadrat minus 4ac. Və əlavə olaraq davam edəsək, -10-un kvadratı minus 4 vurulsun 1 vurulsun m-1 olacaq 100 çıxılsın 4m üstə gəlsin 4 bərabərdir nəyə? 0-a. -4m nəyə bərabərdir? -4 çıxılsın 100. Buradan -4m bərabərdir -104-ə. Buradan m nəyə bərabər olacaq? 104 bölünsün 4-ə. Bu eləyəcək 2 dəfə 26. İndi isə biz tapdığımız m-i ifadədə yerinə yazsaq, olacaq artıq tənlik necə? X kvadrat çıxılsın 10x üstə gəlsin 26 çıxılsın 1 bərabərdir 0-a. Yəni yekun olaraq x kvadrat çıxılsın 10x üzərinə gəlsin 25 bərabərdir 0-a. Diqqət etsək, müxtəsər bulma düsturundan bu nəyin açılışıdır? X minus 5-in kvadratı bərabərdir 0-a və buradan da yeganə kökü almış oluruq. Cavab A variantı.